Yəni bunun səsinə bax. Dağılır elə bil motor. Dizel Sarento'dur. Motordan dəhşətli dərəcədə səs gəlir. Müştəri yaxınlaşıb ki, problemi aradan qaldıraq. Səsə bir yerdə baxaq. Xodda maşını bir dənə Halil. Söndür. Görsünüz nə cür səs gəlir motordan. Elə bil ki, şatın vurub da stuka doğru gedir. Diaqnoz qoymuşuq. İdeal şəkildə düzəldib. Videonun axırında paylaşacağım onu sizlərlə ki, nə cür düzəltmişik, necə işləyir. Benzin kimi olacaq. Bu da başqa bir Kia Sarento'dur. Sep başmağı dəyişilir, hava sistemi təmizlənir və karteri də açıldı, təmizləndi. Görürsünüz, təmiz, səliqəli karteri də açıldı, təmizləndi. Qranatında da problem vardı, onu da aradan qaldıracaq. Bu maşında isə sep başmaq dəyişəcək, raspidval təmir olunacaq, turbosiyat dağılıb, çox işi var. Yəni, hamısı təmir olunacaq. Bu Sportage'də də deməli, maşın rejimdə gəlib bura, rejimə düşür. Hava sistemi tutuqdur, bir də arxa yegeri aşıbqa verir. Bunlarda qoşasama var da, qoşa yegeridir. Arxa yegərdə problem olanda da, yəni sökmək bu qədər çətin olur. Görürsünüz, bütün balka sökülür, sağ gibi çıxır, onun altında samavar var. Çox vaxt o samavar tutulanda maşın rejimə düşür. Bəzən də olur ki, artıq tutuqluqdan irəli gəlmir, yegeri xarab edir deyə aşıbqa verir. İndi biz onu açıb təyin eləyəcəyik ki, yegeri xarabdır, yoxsa samavarı tutulub. Bu maşının hava sistemi təmizlənir. Görürsünüz, 1.6 dizeldir. Hava sistemindən də görürsünüz nə qədər şeylər sökülür. Buralarını çək. Bütöv, yegeri, samavarı, hamısı sökülür, təmizlənir. Yəni bizim servisdə Hyundai Kialara bütün qulluqlar olunur zəmanətli şəkildə. Görürsünüz, hər gün bu işləri biz görürük. Soruşurlar ki, orijinal detaldan istifadə olunur, nə bilim, nələr dəyişilir. Hamısını bir-bir izah edirəm. Yenə də yorumda qiymət soruşurlar. Səhifədə əlaqə nömrəmiz var. Ünvanımız da Babəkin Günəşliyə tərəf axırında Qızılbağ restoranının yanında.